Çıxış edənlər qeyd ediblər ki, mənzil sektoru dünya iqtisadiyyatında mühüm paya malikdir və insanların iş imkanlarına çıxışında yaşadıkları ərazi əsas rol oynayır. Bu baxımdan daha çox yaşayış sahələrinin tikilməsi, maliyyələşdirmə mexanizmlərinin gücləndirilməsi və tikinti sektorunun imkanlarının artırılması əsas həll istiqamətləri kimi göstərilib. Forumda həmçinin vurğulanıb ki, şəhərlərdə sürətli urbanizasiya yaşayış və infrastruktur üzərində ciddi təzyiq yaradır. Buna görə də yeni ərazilərin plansız genişlənməsi deyil, əvvəlcə infrastrukturun qurulması, icmaların qərar verməyə cəlb edilməsi və az təminatlı insanlar üçün münasib mənzil və kirayə imkanlarının yaradılması vacib hesab olunur. Müzakirələr zamanı bildirilib ki, dünyada mənzilə yönələn bir çox investisiya rəsmi statistikada görünmədiyi üçün sektor kifayət qədər maliyyə dəstəyi almır. Bu problemi həll etmək məqsədi ilə Global Housing Continuum adlı yeni çərçivənin təqdim olunduğu, hökumətlər və beynəlxalq tərəfdaşlar üçün mənzil siyasətində ortaq yanaşmanın formalaşdırılmasının hədəfləndiyi diqqətə çatdırılıb. Sonda isə mənzil məsələsinin iqlim və inkişaf siyasətlərinin inteqrasiyası, eləcə də 2029-cu ilədək daha praktik və geniş miqyaslı həllərin hazırlanmasının vacibliyi vurğulanıb. İlk növbədə onu qeyd etməliyik ki, Azərbaycan Respublikası beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi bir məkandır və ölkəmizdə bu qəbildən olan silsilə tədbirlər keçirilir. Azərbaycan COP29-a BMT çərçivəsində ən böyük tədbirlərdən biri idi. Buna ev sahibi etdiyi və bunun ardınca isə Dünya Urban Forumuna Azərbaycan ev sahibliyi etməsi bu beynəlxalq ictimaiyyət tərəfindən də, BMT ailəsi tərəfindən də ölkəmizə olan bir etimadın göstəricisidir. Onu nəzərə almalıyıq ki, dünyada heç də bütün ölkələrdə hazırki şəraitdə bu miqyasda tədbirin keçirilməsi mümkün deyil. Bu təhlükəsizlik vəziyyətinə görə, müharibələrə görə, həm də ölkələrin təşkilatçılıq qabiliyyətinə görə, şəhərlərin burada hazırlıq səviyyəsinə görə və digər parametrlər üzrə demək olar ki, heç də bütün şəhərlər və bütün ölkələr bu kimi tədbirlərə hazır deyil. Ona görə də beynəlxalq ictimaiyyətin etimadı, ölkəmizin hazırlığı və çoxsaylı diplomatik müstəvidə olan tədbirlərə ev sahibliyi etməsi onu şərtləndirir ki, Dünya Urban Forumu kimi mötəbər bir tədbir də Azərbaycanda keçirilir. Yəni də qeyd etmək istərdim ki, bu BMT miqyasında COP29-dan sonra ikinci böyük tədbirdir və çox qısa zaman kəsiyində bu tədbir də Azərbaycanda keçirilmişdir. Bu tədbirin əhəmiyyətinə gəldikdə və Azərbaycanda keçirilməsini şərtləndirən və ölkəmizin maraqları nöqteyi-nəzərən məsələyə baxdıqda isə burada ilk növbədə cənab prezidentin dünənləri World Urban Forumun, yəni Dünya Urban Sammitinin açılışında qeyd etdiyi tezislərə mən bir daha da toxunmaq istərdim. Birincisi, cənab prezident tərəfindən o məqam xüsusilə vurğulandı ki, Azərbaycan xalqının zəngin şəhərsalma mədəniyyəti var. Azərbaycanda şəhərlərin yaradılması tarixi eramızdan əvvəlki dövrlərə gedir. Burada qədim Albaniyanın paytaxtı olan Qəbələ şəhəri, Naxçıvan şəhəri və digər Azərbaycanın qədim şəhərlərini, o cümlədən də orta əsr Azərbaycan şəhərlərini qeyd etmək olar. Və bu zəngin ənənələr və təcrübələr əsasında bugün Azərbaycanda da müasir şəhərlərimiz də inkişaf edir. Və ikincisi, Azərbaycan şəhərlərin urbanizasiya prosesi çərçivəsində modernləşdirməsi ilə tarixi ənənələri qoruyur. Bugün paytaxt Bakı bunun ən gözəl nümunəsidir və dünya miqyasında da bu qəbul olunur. UNESCO-nun maddi irs siyahısına Azərbaycanın, yəni Bakı şəhərinin bir neçə istiqamətdə olan tarixi obyektləri daxil edilmişdir. Hamısının da ölkəmizin digər məntəqələrində olan şəhərlərimiz. Həmçinin də burada post-münaqişə şəraitində şəhərlərin və yaşayış məskənlərinin qurulması. Azərbaycan Respublikasının burada da cənab prezidentin öz nitqində qeyd etdiyi kimi unikal xarakter daşıyan bir təcrübəsi vardır. Post-münaqişə şəraitində bugün tam əminliklə demək olar ki, Azərbaycanın kimi öz milli resursları, maddi resursları və özünün həmçinin inzibati resursları əsnasında 9-a yaxın şəhəri və 300-dən artıq müxtəlif şəhərləri və qəsəbələri quran, tikən ikinci bir ölkə yoxdur. Həmçinin də bu kontekstdə biz məskənləri, evlərin mənzil problemlərini qlobal kontekstdə nəzərə alsaq, Azərbaycanın Ermənistanın Azərbaycana qarşı işğalı nəticəsində 90-cı illərin əvvəllərində məcburi köçkünlər və qaçqınlarımız üçün yaratdığı şərait kontekstində baxmaq olar ki, həmin dövrdə çətinliklərlə üzləşdirilmiş bir şəraitdə məcburi köçkünlərimiz çadır şəraitində yaşayırlarsa, qısa müddət ərzində Azərbaycan tərəfindən, hökumətimiz tərəfindən bu tendensiya dəyişildi. Məcburi köçkünlər üçün də evlər yaradıldı, müxtəlif mənzillər tikilirdi, yaradılırdı və təhvil verilirdi və cənab prezident özü də bunların açılışında iştirak edirdi. Və bu parametrlərin ardınca da bayaq qeyd etdiyimiz kimi Azərbaycan və cənab prezident öz nitqində qeyd etdi, qlobal məsələlərin müzakirə olunduğu məkandır və Dünya Urban Samitində də bu məqsədlərə xidmət edir.